Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 2 mərtəbəli ev satışa çıxarıldı 140 min manata. Paket kupçalı evdir. Evində kupçası var, torpağında kupçası var. Nəqd satışa da yararlıdır bu ev. İpoteka ilə də yararlıdır, yəni götürə bilərsiniz. Çünki evində kupçası var, torpağında kupçası var. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası da ki, mərkəzi kanalizasiyadır. Sarayın tam mərkəzindədir. Bilirsiniz haradadır? 1 nömrəli məktəbin də yanındadır. Burada Araz Market var. Araz Marketin də düz arxasındadır. Marşrut xəttlərinə də yaxındır. Bunları çox danışıb vaxtınızı aparmayacağım. Çünki gəlib canlı burada baxanda görəcəksiniz. Bütün marşrutlara yaxındır. 1 nömrəli məktəbdə buradan baxanda görsənir. Ümumi ərazi 3 sot yarımı içərisindədir. Demək olar ki, 4 sota yaxın ərazi var, torpaq ərazi. Evimizdəki 1 ilə 2-nin arası da monolitdir. Yuxarı krişa var, evin lap üstü. Orada monolit betondur. Kurqavaya qoşadaşla tikilib, yüksək keyfiyyətdən tikilmiş evdir. Qaldı bir dənə sizin bu evə gəlib baxmaq olur. 140 mindən narahat olmayın. Mütləq yaxşı endirim eləyəcək ev sahibi özü. Burada həyətdə trapımız var. Həyəti də bax görürsünüz nə boyda həyəti var. Böyük həyəti var. Səliqə səhmanıdır. Evin də 4 bir tərəfinə fırlanmaq olur. Bir dənə buradan Səmət Tomsa göstərək. Bax bu ara məsafəyə də baxın. Arxada da böyük ara məsafəsi var. Buradakı işte burada ümumi bağdır. Qəşəng səliqə səhmanlı evdir. Burada da belə bir padvalı var. Artıq olan əşyaları yığmaq üçün xüsusi burada da padval hazırlanır. Burada da boş ərazidir. Nə istəsiniz ağac əkə bilərsiniz, nə eləyə bilərsiniz, inşallah onu öz eləyərsiniz sonra. Neçə daşdır? 7 daş kürsülü evdir. 7 daşdan sonra qapını açıb bax belə gəlirik evimizin içərisinə. Baxın indi bu evə. Bax belə bir koridordur, böyük bir koridor. Buradan pilləkən qalxır 2-ci mərtəbəyə. 6 otaqlı evdir. Siz təsəvvür edin, aşağıda qonaq otağından başqa bir dənə də əlavə yataq otağı var. Elə proyektli evlər var. Aşağıda 2 otaq, yuxarıda 4 otaq. Bax bu həmin proyektli evlərdir. Məndən müştərilər elə istəyir ki, bir qonaq otağından əlavə bir dənə də yataq otağı olsa aşağıda yaxşı olar. Bax bu həmin kateqoriyaya aid olan evimizdir. Bax belə. Deməli, koridordan birinci qonaq otağına başlayaq. Birbaşa gələk qonaq otağına. Bax görürsünüz nə boyda zalı var. Bu birinci mərtəbədə olan qonaq otağı. Görün nə boydadır bax. Böyük bir qonaq otağıdır. Zalın 2 pəncərəsi var. Hər iki pəncərənin altında radiatorlar üçün yerlər qoyulub, pəncərələrimiz çiftdən açılır. Yəni divarın qalınlığını görürsünüz, boşadaqdır, boşadaşdır. Birbaşa da bütün pəncərələrdən öz həyətinə baxır. Çünki ərazi böyük ərazidir. 3 sot yarım ərazinin içində 6 otaqlı ev 140 min manata. Qonaq otağından birbaşa gəlirik mətbəxə. Bax bu da mətbəximizdir. Mətbəxin də divar arası keramika da vurulur. Bir də bax bu var, bunu məndən çox müştərilər soruşurlar, deyir ki, bura paltarıya maşınlar qoyanda oynamamaq üçün belə beton olmağı, keramik olmağı yaxşıdır. Bax, burada keramikadır, onu sizə izah eləmək istədim. Sonra, burada da bir belə yataq otağı var. Görürsünüz, bax, birinci mərtəbədə də bu. Qonaq otağından başqa bir belə də köməkçi bir yataq otağı var. Yenə də pəncərə, yenə də öz həyətinə baxır. Bax belə, buradan da yavaş-yavaş yaxınlaşaq bura. Burada sanitar qovşağıdır. Bütün aksesuarlarına qədər, moydalarına qədər hər bir şeyi qurulub, görürsünüz. Aşağıda da var, yuxarıda da var. Bu da qaladovkadır, pilləkənin altında pilləkəndə betonla tökülür. Bunları onsuz da gəlib yerində görəcəksiniz. Görürsünüz, möhkəm sümük kimidir. Pilləkənin də altında elə əldə ayaqda olan artıq şeyləri yığmaq qaladovka. Pilləkənin altında qaladovkadır, onu demək istəyirəm. İkinci mərtəbəyə qalxan kimi birbaşa sanitar qovşağıdır. Baxın, ikinci mərtəbəyə qalxan kimi birbaşa sanitar qovşağıdır. Bax, görürsünüz, bu da qurulub hazırdır. Moydadırına qədər, unitazına qədər hazırdır. Bax, belə pilləkəni belə qəşəng burada fırladıblar belə. Orada kondisionerin yeridir. Bu da ikinci mərtəbənin koridorudur. İkinci mərtəbədə də 4 dənə yataq otağı var. Məsələn, birinci bu otağa baxaq. Bax, bir yataq otağı budur. Ümumi 6 otaqlı evdir, kupçalı ev, 140 min manatda Saray qəsəbəsində. Bir otaq budur. Bax belə. Bir nömrəli məktəbin yanında bütün pəncərələrdə ciftləndir. Məktəbi buradan göstərmək istəyirsən, bir də buradan göstərmək. Məktəb də bax buradan görsəndir, görürsünüz. Düz bir nömrəli təzə məktəbin yanındadır. Bütün pəncərələr ciftləndir. Araz Marketin də arxasındadır. Sonra burada bir otaqdır. Bax burada bir otaqdır. Bir otaq da buradadır. Bir otaq da buradadır. Ümumilikdə 6 otaqlı ev. Paket kupçalı evdir. Bir nəlçinin arası da monolitdir, kırı yuxarı da monolitdir. Bu da balkona. Bu da balkona çıxmaq üçün yerdir. Buradan da həyəti bir dənə göstərək. O da Araz Marketdir, görürsünüz, bax o həmən arası yoldan çıxır. Əsas yoldan demək olar ki, ikinci küçədir. Birinci əsas yol var, o magistral yol. Magistral yoldan sonraki ikinci küçədir. Mənə elə gəlir ki, bunun yolunda bəyənəcəksiniz.
Yerləşmə yeri həqiqətən super yerdir. Mütləq onu bəyənəcəksiniz. Gəlib incələndə görəcəksiniz də yolu. Ərazini bəyənəcəksiniz. Torpaq quru yerdir, sarayın mərkəzindədir. Yəni burada nəmişlik, rütubət yoxdur. Hər şey burada bəyəniləcək. Bir dənə inşallah qalacaq qiymət məsələsi. Onu da gəlin özü ilə danışın. Çünki siz bura gələndə ev sahibini çağırırıq da gəlir bura. İnşallah danışın, qiymətini endirim eləyin. Bu evi götürürlər. Çünki hazır evdir. Çox yüksək keyfiyyətlə tikilmiş evdir. 140 minə deyilir, paket kupçalı evdir. Qiymətində də mütləq endirim olacaq. Sağ olun.